Salam, hər vaxtınız xeyir olsun əziz Dalğa FM dinləyiciləri. 92.5 FM-də Biznes İnciləri verilişi ilə yenidən görüşünüzə gəldik. Bir məlumatı da diqqətinizə çatdırmaq istərdik ki, radiomuzda yayımlanan bütün verilişləri Dalğa FM-in YouTube kanalından da izləyə bilərsiniz. Bəzən biznes yalnız rəqəmlərdən ibarət olmur. O, dəyərlərdən, etikadan, davranışdan başlayır. Bugün Biznes İncilərində məhz bu prinsipləri fəaliyyəti ilə sübut edən bir xanımı dəvət eləmişik. Etika nədir? Həyat fəaliyyətimizdə bizə necə yardımcı olur və nə üçün bu qədər vacibdir? Bu suallara birlikdə cavab axtaracağıq. Beləliklə, verilişimizin bugünkü qonağı Etika Akademiyasının təsisçisi, təhsildə yüksək standartların təbliğatçısı, üslubun kimlik olduğuna inanan Günel İbrahimdir bugünkü qonağımız. Xoş gəlmisiniz Günel xanım. Xoş gördük Gülər xanım. Təşəkkür edirəm dəvətinizə görə. Biz sizə təşəkkür edirik ki, bu dəyərli zamanınızı bizə ayırıb, bizə qoşuldunuz və qonağımızsınız. Çox maraqlı məqam bilirsiniz nədir? Məşhur bizneslər var ki, yəni populyar biznes yönləri var ki, sahibkarlar daima istəyirlər ki, bazar araşdırması eləyirlər ki, mən bu biznesdə daha uğurlu olacağam və daha çox mənə gəlir gətirəcək və baş vururlar bu biznesə və inkişaf etdirirlər. Bu spesifik sahə, Etika Akademiyası, niyə məhz etika? Bizə bundan danışın ki, necə oldu ki, birdən-birə qərara gəldiniz ki, mən məhz Etika Akademiyası yaradacağam və təsisçi olacağam. Buyurun, dinləyirik. Təşəkkür edirəm. Çox maraqlı və dərin sualdır. Əslində biri təlimçi kimi başladım. Daha sonra Qırmızı Xaç Qızlar Para Cəmiyyətində işlədim. Yardım humanitar kampaniyada çalışdım. Daha sonra ikinci təhsilimi aldım və bu sahələrdə mən həyatımı yaşayarkən bütün boşluqları, rəqəmlərdən niyə insanlar küsür gedir? Bəzən maaşları yüksək ola niyə şirkəti tərk edirlər? Niyə gözəl sevgi ilə qurulan ailələr bir müddət sonra dağılır? Niyə gözəl hamı uşağı sevir, amma o uşaq tərbiyədə əksik böyüdür? Bunların bütün təməlində əksik bir hissəni həmişə var olduğunu, amma son bu əsrin bəlkə başlanğıcından bu tərəfə biraz unudulan etikanı tutdum. O boşluğu. Əslində bizim çox gözəl kulturoloqlarımız var, çox gözəl alimlərimiz var bu sahədə. Bəli. Mən bir şirkət olaraq xalqla, insanlarla, iş adamları ilə birbaşa daha rahat bizə ünsiyyət qura bilən və bizdən daha sürətli xidmət ala biləcək bir sistemi qurdum. Yəni hal-hazırda əvvəl düşünürdülər ki, etika klassikadır. Etika bir dəyərdir, etiket qaydaları bir klassikadır. Artıq keçmişdə qalıb, müasirliyə bu gərəkli deyil. Lakin bugünkü xaosda, bugünkü qaranı ağdan ayırmaqda çətinlik çəkdiyimiz bir mühitdə, gözlə gördüyümüzə belə inanmayacağıq bir yaşadığımız bir dövrdə yalnız əxlaq, bütün bu süni intellektə, yalnız əxlaq, bir çox rəqabətə davamlı bir dəyər olacaq. Bir çox şirkətlər var, bir çox telefonlar var, bir çox mağazalar var. Kimdən xidmət alacam? Buna ən etik, ən dəyərlərə sadiq və ən ədalətli bir şirkət qalib gələcək. İnsanlar hər zaman içlərində vicdan hissini susturmadığı müddətdə etika bütün rəqabətə davamlılıqda bir nömrə olacaq. Ona görə bütün brendlər, dünyaca şöhrətli illərlə, əsrlərlə təməl qoyulan şirkətlər, biznesin təməli, əsas mahiyyəti etik standartlardır. Dünyada nə qədər məşhur 100 il, 200 illik brendlər var. Bəli. Siz onların təməlinə baxsaz, bütün qaydalar, nizam-intizam, insanların dəyərlərinə, işləyənlərin, əməkdaşların dəyərlərinə böyük mədəniyyət görəcəksiniz. Korporativ mədəniyyətin formalaşdığını görəcəksiniz ki, istər dövr dəyişdi, dəb dəyişdi, istərsə də siyasət dəyişdi. Siyasətdə bir böyük dəyişiklik, diplomatikada yeni bir anlayışlar başladı. Bir ölkə ilə dava elədi, sonra barışdı. Bunlar brendlərə minimal təsir edir. Brend o deməkdir ki, həm keyfiyyətlidir, həm mədənidir, Bəli. həm də gələcəyə yönəmlidir. Biznes üçün bugünkü qədər etik dəyərlərə sadiq qalmaq önəmli olmamışdır. Günel xanım üçün etika nədir? Gəlin bir böyük belə, yəni necə deyim sizə, biz əslində bəlkə bir qısa aradan sonra sualımıza davam edək. Bəli, qısa aradan sonra bərabərik.
Bəli, Biznes İnciləri verilişi davam eləyir. Verilişimizin qonağı Etika Akademiyasının təsisçisi Günel İbrahimdir bu gün bizimlə. Günel xanım, sizə reklamdan öncə bir sual verdim. İstədim bunu bir geniş şəkildə bizə izah eləyəsiniz. Etika ümumiyyətlə nədir? Yəni bizim bildiyimiz içəri kimsə gəndə ayağa qalx, otur və yaxud da hamı nizamla, intizamla cavab ver. Təkcə budurmu etika? Etika ilə etiketi gəlin ayıraq. Etiket qaydaları o sizin dediyiniz ayağa qalx, əyləş, bıçaq çəngəl məsələsidir. Etiket qaydaları sadəcə bizim çöl təzahürümüzdür. Hərəkətlərimizin zərifliyidir, estetikasıdır. Amma etika tamamilə fərqlidir. Etika dəyərlərə sadiqlikdir, xeyirlə şərin mübarizəsidir. Burada bütün mənəvi dəyərlər, vicdanlılıq, ədalətlilik, inanclar, hamısı tip dünyası, hüquq dünyası hamısı toplanır. Və buna görə də etika böyük bir fəlsəfədir və inanılmaz dərəcədə dünyada tanıdığımız bütün alimlər, Sakrat, Platon, Kant, bizim şərqçilər, Hacı İbrahim Haqqı, Nəsimimiz, Nəimimiz, bizim Təbrizilərimiz, hamısı fəlsəfə olublar, etika üzrə fəlsəfəçi olublar. Həm riyaziyyatı mükəmməl biliblər, həm fizikanı, çünki bu tələb eləyir. Etikanın daxilində təbiət qanunları mütləq öyrənilir və təbii ki, ədəbiyyat gözəl nitq. Çox gözəl nitqsə şairanəliyə gətirib çıxardır. Bunların hamısını biz qədimdən böyük bir varis olaraq almışıq. Etika dəyərlərə sadiqlikdir. İnsanın daxilində xeyrin şərə qalibiyyətidir. Etiket qaydaları birgə yaşamaq mədəniyyətini asanlaşdıran, qapı döymək, birdən-birə daxil olmamaq, qapını döyərək daxil olmaq, məsələn, bıçaq çəngəli səs eləmədən yemək, üst başını çirkləndirmədən yemək, etiket isə budur. Biz bunlar həm hardasa birləşir, amma tədris olaraq tamamilə fərqlidir. Deyir qanunlar biz nə etməməliyik, onları bizə öyrədir, amma etika biz nə etməliyik? Biz ümumiyyətlə normal həyatda necə davranmalıyıq, nələrə etməliyik ki, bunu biz bilmirik. Siz bir təsisçi olaraq bunu tədris edirsiniz öz akademiyanızda. Qanunlar minimum standartlardır. Ondan aşağı getsəz cəza alacaqsınız. Etika və estetika, etiket qaydaları həmçinin, bunlar yüksək standartlardır. Yəni, siz bir minimalla yaşaya bilərsiniz, sadəcə qorxu ilə idarə olunan bir həyatınız ola bilər, onu etmək olmaz, bunu etməyim, cəza alım. Bir də var ki, heç kəs sizə cəza verməyəcək. Siz bu işi daha da mükəmməl görə bilərsiniz. Hədiyyə də almayacaqsınız. Bunu içinizdən gəlir deyə etmək istəyirəm anlayışıdır. Bəzən hal-hazırda müasir dövrdə mən bir sualla çox tez-tez qarşılaşıram. Məsələn, yaxşılığı niyə edim? Və yaxud da mən niyə ona yardım etməliyəm? Çox sadə bir cavab verəndə deyirlər, Günel xanım, bu qədər sadə. Sən yardım etməlisən ona görə ki, yardım edə bilərsən. Deyir, necə yəni? Dedim, yardımı satmaq olmaz. Mən yardım etsəm nə əldə eləyərəm? Bu satışdır. Siz insanın ən pis halında, ən ehtiyacı olan vəziyyətdə mən nə alacağımı danışırsınızsa, onda adını yardım qoymayın. Yardımda heç bir zaman əvəz ola bilməz. Yardım sözü əvəzsizlik anlayışıdır. O insan ürəyindən, içindən, qəlbindən gələn bir şey deyil. Mən buna niyə kömək eləməliyəm? Edə bilərəmsə etməliyəm. Bu sadə insanlıq qanunlarıdır. O qədər uzaqlaşmışıq ki bu anlayışlardan. Adi mən niyə ona yol verməliyəm? Bəs yaxşı təpki görməyəndə necə? Mən yaxşılıq eləyirəm, qarşı tərəf bunu anlamır, başa düşmür və yaxşı təpki göstərmir. Bu sən bunu edəcəksən kimi davrananda da biz etikamız orada güdməliyik, yoxsa burada artıq başqa üsullar ortaya çıxır? Çox maraqlı suallar verirsiniz, çünki cəmiyyət də bu sualları bizə çox verir. Siz başqasına görə yaşayırsınızsa, təbii. Başqalarının fikri sizə bu qədər önəmlidirsə, onda hər zaman bugün nə yeyəcəm, səhər mən hansı çay içim mənə de zəhmət olmasa, suallarını da verin. Cəmiyyətin fikri önəmlidir, amma sizin şəxsi həyata duruşunuz bu intelligensiyadır, bu aristokrat mədəniyyətdir. Yəni siz özgüvənlisiniz. Özgüvən, mən gözələm, ağıllıyam demək deyil. Özgüvən, mən xeyri seçirəm deməkdir və etlədiyim addım heç kəsə zərər verməyəcək əminliyidir. Bu anlayışlar o qədər qarışıb ki bir-birinə. Çox. Mən niyə yaxşı olmalıyam? Olmaya da bilərsən, amma yaxşılığı seç. Fizikanın qanunları öyrənilməlidir. F1 bərabərdir mənfi F2-yə. Təsir əks təsirə bərabərdir. Nə qədər bərk vurarsan, 51 o qədər də masa sənə ağırdar, geri dönüş edəcək o qüvvənin.
həyatda hər şey də elədir. Siz yaxşı tərəfi seçsəz, mütləq şəkildə ömür boyu mənfilərlə mübarizə aparacaqsınız. Bu mübarizə bitməyəcək. Nə qədər yaxşısınız, bir o qədər ən qəliz və çətin insanlar qabağınıza çıxacaq. Amma siz əgər yoruldunuz və dediniz mən bundan sonra pis tərəfə keçəcəm, əmin olun ki, qanun orada da işləyir. F bərabərdir mənfi F2-də. Sizi ən etibarlı, rüşvətə heç meyilli olmayan bir polis tutacaq sizi. Yaxşı adamla mübarizə aparacaqsınız. Ömür boyu. Təsir həmişə əks təsirə bərabərdir. Mənfi personajsızsa müsbətlərlə ömür boyu dava eləyəsiniz. Ona görə mən düşünürəm ki, bu mübarizədirsə, gəlin yaxşı olmayan pisliyə mübarizəmizi davam eləyək. Yaxşı insanlar sağ qalsın. Bu tərəfi seçək. Bilirsiniz, verilişə qonaqlar gəlməmişdən öncə biz bir araşdırma aparırıq verilişdə ki, yəni gələn qonağa, yəni özünə aid spesifik suallar verək. Bu sahə mənə o qədər maraqlı idi ki, hətta mən belə bir şey öyrəndim sizin sayənizdə. Buna görə sizə təşəkkür edirəm. Mən bilmirdim ki, etika deyir hamının gördüyü yerdə, yox, hamının görmədiyi yerdə sənin davranış şəklin, sənin yenə də vicdanın. Mən bunu bilmirdim. Bu necə olur ki? Yəni əsl mədəni insandan söhbət gedir. Doğrudan mədəni. Yəni hamıya görə publikaya yox, sən özün özlüyündə. Tək olanda təsəvvür edin ki, bütün işıqforlar Bakıda sönüb. Bəli. Və siz nə eləsəniz belə, yolu keçsəniz belə, siz yol keçən qadına ya oğlana yol verməsəniz belə sizə heç kəs cəza çəkməyəcək. Verərdiniz yol və siz tələsirsiniz. Bəli. Baxın, dayanan, piyadaya yol verən əsl mədənidir. Verməsəydi də cəza çəkməyəcəkdi. Amma yox, məni polis baxır, nəzarətli bir mədəniyyət əslində qorxaqlıqdır. Və bir çox cəmiyyətimizdə əfsuslar olsun ki, qorxaq insanlar daha çoxdur. Qanundan qorxanlar. Qanundan qorxan. Biz çox istəyirik ki, qanundan qorxmayan mədəni insanlar cəmiyyətimizi daha da genişləndirək. Belə bir sual var ki, siz də hətta bu cümləni tez-tez işlədirsiniz. Üslubunuz, kimliyinizdir, deyirsiniz. Bu ifadəni biznes baxımından necə izah eləyə bilərsiniz? Üslub səsimizin tonudur. Məsələn, xoş gəlmisiniz deyə bilərəm sizə. Xoş gəlmisiniz, keçin içəri. Bir də xoş gəlmisiniz, buyurun içəri. Birində sevinç hissi var, birində laqeydlilik var. Üslub sizin baxışınızdır. Sizə bir tərs baxaram, baxışımı sevincli olmadığımı bildirə bilərəm. Bir də qaşlarımı yuxarı qaldırıb, üzümü gülərüz edib, sizi görəndə sevindiyimi bildirə bilərəm. Bilirsiniz, söz hər şey demək deyil. O sözün demək üslubu var, ədəbi var. Səsin tonu, sizin baxışınız həmin o üslubdur. Sizin qamətiniz var, duruşunuz üslubdur. Sizin insanlara dedim də bağışla dedim də. Üslubunuz yanlışdır. Məni bağışla. Çalışacağam bir də belə bir məsələyə təkrarlanmayam. Bu üslub gözəldir. Burada bağışlanırsınız. Ona görə söz hərəkətə qüvvə qatan, sizi ucaldan və yaxud da sözünüzün hökmünü yerə salan sizin tərzinizdir. Tərz də səs və görüntüdür. Yəni estetika. Estetika. Çox maraqlı bir məqama toxundunuz ki, misal üçün mən bir sözü vurğunu başqa cür deyib də bir insanı yaralaya bilərəm və yaxud da elə gözəl şəkildə onu ifadə edə bilərəm ki, ona xoş olar da. Yəni üslub, səs tonu falan. Bizim hazırda cəmiyyətimizdə nəinki mənim və bizim kimi bir çox insanların doğru bildikləri yanlışlar var, yanlış bildikləri doğrular var. Bunlar nədir? Bu etikada, yəni mən belə başa düşürəm ki, yetərincə problem yaşayırıq biz bunlarda. Bunlardan danışaq biraz. Məsələn, onlar düşünürlər ki, birinci ən böyük yanlış uğur anlayışında mütləq şəkildə pul olmalıdır. Bir insanın uğur hekayəsini danışanda hamı nədənsə niyə birdən-birə varlandığından danışır. Və elə qonaqları da dəvət eləyirlər. Pulu uğur kodeksi kimi göstərmək qədər qeyri-mədəni bir yanaşma yoxdur. Uğur gözəl dostluqdur. Uğur sizin hörmətinizdir. Sizin zənginizə dostlarınızın gecə-gündüz demədən sizin qapınıza gəlib yardım etməyinizdir. Uğur sizin ananızın sağlığıdır. Bəli. Uğur sizin gözəl qonşularınızdır. Övladınızın çox gözəl, savadlı və sizə hörmətlə yanaşmasıdır. Bu həyatda ən böyük uğurlardan biridir. Xeyirli övlad. Niyə xeyirli övlad olan valideynləri qonaq çağırmırlar ki? Mütləq pulu, şirkət rəhbəri olaraq biz uğurdan danışırıq. Mən çalışıram heç bir zaman qazancla bağlı indi sizlə qarşılaşmamışam. Heç vaxt suala cavab verməyim. Çünki qazanc heç bir zaman uğur deyil.
Deyil. Baxın, Nüfuzla elə bir ki, uğuru komfortu qarışdırmayaq. Pul komfortdur, rahatlıqdır. Bir var yerdə oturub quru yerdə yatırsan, bir var çox rahat bir yerdə yatırsan. Deməli, Biri komfort komfort anlayışıdır, doğrudur, vacibdir. Komforta düşkün insanlar var, komforta önəm az verənlər var. Necə gözəl izah eləyirsiniz. Amma Yəni siz onu uğur desəniz, bu cəmiyyətdə çaşqınlıq yaradacaq. Gənclər varlı adama daha hörmətlə yanaşacaqlar, düşünəcəklər ki, etalon odur. Bəli. Amma alimə, şəxsi keyfiyyətlər artıq orada önəm daşımır. Müəyyən bilirsiniz ki, müəllimlər, elita, həkimlər, bunlar heç bir zaman varlı olmayıblar. Bu tendensiya davam etdiyinə görə biz bugün müəllimlərimizə yaxşı davranmırıq. Biz bugün həkimlərimizə yaxşı davranmırıq. Bu tendensiya davam elədiyinə görə həkimlər, müəllimlər də başlayıblar bəzi hallarda rüşvət almağa. Çünki hörmətin artıq pula bağlı olduğunu görürlər. Və bunu cəmiyyət formalaşdırır. Bunu dayandırmağın ən güclü əlaməti sizin kimi kanalların, televiziya kanallarının üzərinə düşür. Bəli. Xahiş edirəm, uğur hekayələrini sadə, pula bağlı olmayan dəyərlər üzərində qurasınız və insanlar da bunun nəticələrini görsün. Bir varlı, çox varlı insanlar tanıyırıq ətrafımızda. Övladı illərdir zəng vurmur. Ailə dəyərləri yoxdur. Çox övladlar tanıyırıq, varlı atası var, o qədər tənhadır. O qədər əksiklik sindromu ilə böyüyür. Çox insanlar, mədəni insanlar tanıyırıq ki, bu kasıblılıqla, varlıqla aidiyyatı yoxdur. Cəmiyyət heç bir zaman varlı kasıba bölünməyib. Bu da yanlışdır. Cəmiyyət həmişə mədəni və mədəniyyətsiz insanlara bölünüb. Cahillik oxumamazlıq demək deyil. Cahillik mədəniyyətsizlik deməkdir. Hədsizlik deməkdir. Həddini bilməməkdir. Biliyinin həddini bilməməkdir. Məsuliyyətinin həddini bilməməkdir. Və bu cahillikdir. Mən nə alimlər, professor, akademiklər görmüşəm. Çox təhqir edici nitqə sahibdilər. Bu mənim üçün o etalon deyil. Nə gözəl evdar xanımlar, nənələr görmüşəm, nitq mədəniyyətinə məəttəl qalmışam. Məsələn, ədəb otağı. Mən ilk dəfə hamı visi, əl üzüyan otaq deyəndə, sən demə bunun gözəl adı var imiş qədimdən. Ədəb otağı. Ədəb otağı, nə gözəl. Bunu mənə ali savadı olmayan bir insan deyib. Və düşünün ki, mədəniyyət bir daxili zəifi əzməmək, zəifin yanında özünü güclü hiss elətdirməmək, öz gücünü tanıtım etməmək, bunlar hamısı mədəniyyətdir. Ağıllısan, amma qarşıdakı biraz çox oxumusan, savadlısan, savadınla ona individualizm deyirlər, savadı ilə başqasını əzmək özü böyük bir mədəniyyətsizlikdir. Əgər bir alim digərini sən heç nə bilmirsən, cahilsən deyirsən, o alim çox oxumuş bir insandır. O aristokrat, mədəni insan deyil. Və bu anlayışları çox istəyirəm ayıraq. Gücün, sözün, qorxu çox gözəl idarə edicidir və şirkət rəhbərlərin bir çoxları gücdən istifadə edirdi. Amma bugünə qədər. Pandemiyadan sonra insanların yorğunluğu, şüuru çox dəyişildi. Artıq insanları güc və qorxu ilə idarə etmək çox çətinləşib. Buna görə də bütün tendensiya liderlər mütləq şəkildə qayğıkeş və mədəni olmalıdırlar. Və buna bənzər də təbii ki, cəmiyyət mədəniyyəti, korporativ mədəniyyət formalaşacaq. Hər şey başdan doğrudan başlayır. Və bizi çox şükür illərdir, bir 10 ildir, həm dövlət qurumları ilə, həm yüksək şirkət potensialı olan, yəni böyük insanlara iş verən böyük şirkətlərlə əməkdaşlıq qururuq. Dövlət qurumları ilə işləyirik, polis akademiyası ilə, ədliyyə akademiyası ilə işləyirik. Bir sıra insanlar artıq bu məsələləri çox ciddiyə qaldırıb. Əksiklik, kobudluq, cinayətlər, uşaqlar niyə məsələn səhv işlər görür, uşaq nə bilsin səhv iş nədir? Bunların hamısının arxasında əxlaqın, kodekslərin oturuşmaması durur. Sosial şəbəkələrdə oturuşmayıb, televiziyamızda müəyyən məsələlər var, həll edilməz məsələlər var. Cəmiyyətimiz hal-hazırda böyük bir stressdən keçir. Lakin əlimizdən gələni bir çox institutlar, bir çox sərəncamlar, qanunvericiliklər, Cənab Prezidentin də xüsusi göstərişləri, gənclər siyasəti ilə bağlı həmişə etika, biznes etika, dünya görüşünün artırılması ilə bağlı tapşırıqları vardır.
Baxın, bu sadaladıqlarınızı niyə biz bəlli bir yaşa gələndən sonra bilməliyik? Niyə bunu az yaşlı uşaqlara, bağça yaşlı, məktəblilərə keçirilmir ki, sonra artıq o uşaqlar da biz indi uşaq deyirik, amma böyüyürlər, bir bəlli yaşa çatırlar, artıq o işlədikləri qurumlarda başlayırlar belə bir səhvlər eləməyə və sonra başlayır axtarmağa ki, mən gedim bu təlim düzdür. Çox nadir hallarda mən belə başa düşürəm, insan özündə qüsuru görür və gedir o qüsurunu aradan qaldırmaq üçün belə bir təlimlərə yazılır. Niyə biz bunları yəni dərsdə, məktəblərdə tədris olunmur? Gülər xanım, demək bizim bütün cəmiyyətimizdə həm genetik yaddaşımızda, ümumiyyətlə insanlıqda da hər kəs etik vicdanla doğulur. Az çox genetik ünsürlər var, daha çox vicdanlıdır. Genetik ünsürlər var, daha azdır. Ona görə doğuluşdan hər kəs bir potensialla doğulur. Hansı mühitə düşür, orada ya inkişaf edir, ya da o vicdan bastırılır. Birinci ailə təməli, bütün tərbiyə verilir evdə. Bütün nümunələrlə, qətiyyən qadağalar və cəzalarla deyil. Əgər valideyn kitab oxumursa, mümkün deyil uşağı kitab oxusun. Əgər valideyn gəzməyə gedəndə ancaq restoran nəzərdə tutursa, uşağın dünya görüşü yeməkdən ibarət olacaq. Bu nöqteyi nəzərdən nümunəvi olaraq bütün mədəni cəmiyyətlər formalaşıb ömür boyu. Tərbiyənin üsulu, ən gözəl üsulu, ən effektiv üsulu nümunəvidir. Hər bir uşaq atasına pərəstiş eləyir. Bəli. Hər bir uşaq anasını sevir. Pərəstiş elədiyi atasını söyüş və təhqir etdiyini deyil, kitab oxuduğunu axşam, ona danışdığını və ya hər hansı bir oyun oynadığını görsə, bəli, onun üçün kitab ən gözəl məsələlərdən biri olar, ən fəxr edici. Çünki atası kitab oxuyur. Bəli. Deməli ki, ailə modelləri əsaslı uşağın formalaşmasında əsas ailə modeli. Gələcək kitab oxuyanların, kitab oxumaq bilirsiniz niyə önəmlidir? Fokuslanma qabiliyyəti. İndiki bütün gəncliyin bir nömrəli məsələsi diqqət əksikliyi, dağınıqlığıdır. Yalnız kitab oxuya bilənlər gələcəyi idarə edə biləcəklər. Qısa bir aradan sonra, bir reklamdan sonra təkrar bərabərik. Bəli, Biznes İnciləri verilişi davam edir. Verilişimizin qonağı Etika Akademiyasının təsisçisi Günel İbrahimdir. Çox maraqlı mövzudur, çox fərqli suallar və maraqlı yanaşmalar var. Həqiqətən mən düşünürəm ki, dinləyicilərimiz də çox maraqla dinləyirlər bizi. Ümid edirəm ki, elədir. Maraqlı bir sual var. Etik davranış həmişə qanunlara uyğun davranmaq deməkdirmi, yoxsa istisnalar var? Etik qaydaları tənzimləyən qanunlardır. Məsələn, biz deyirik ki, insanın adını çəkin, tənqid edin, amma təhqir etməyin. Bu etiket qaydalarıdır. Bəli. Siz insanı tənqid zamanı təhqirlə qarışdırsaz, onun adını başqa bir təhqir edici sözlə əvəz eləsəz, bunun qanun qabağına cavab verəcəksiniz. Çünki nə olursa olsun, bir aşağı mərtəbə var, son mərtəbə var da belə aşağıda. Onu düşsəz, bu artıq digər insanın həyatına xələl gətirmiş olursunuz. İnsanın vacibli hissi anlayışı var. Vacibli hissini ödəyən birinci ünsür insanın şəxsi adıdır və onun bioloji statusudur, qadın, kişi olmağıdır. Və biz bir insanla dalaşanda nə edirik? Onun adını əlindən almağa çalışırıq. İnsana hava, su, yuxu qədər vacibli hissi çox önəmlidir. Bəli. Və biz adımızı məsələn təhqiramiz sözlə əvəz eləyərək ünsiyyəti davam elətdiririk. Əslində insanı öldürmək istəyirik, şüuraltı. Çünki necə ki havasını kəssən insan yaşamaz 3 dəqiqədən sonra, insanın adını da bioloji statusunda əlindən al. Vacib olmadığını bu həyatda ona inandır. İnsan intihara qədər gedir çıxır. Bu nöqteyi nəzərdən ad çox önəmlidir və siz əgər adı daimi təhqirlə davam eləsəz, qanun bunu dayandırır. Çünki sonu qarşı tərəfin intiharıdır. Bunu qanuni müstəvidə görün bu anlayışlar nə qədər tənzimlənir. Ən yaxşısı odur ki, nəinki təhqir etməyin, həm də ki fikrinizi tənqid etmə mədəniyyətini öyrənin. Hərəkətləri təhlil edin. İnsanın şəxsiyyətinə aid heç bir məsələ deyə bilmərsiniz. Məsələn, mən deyə bilmərəm, Günel, sən bacarıqsızsan. Mən deyə bilərəm ki, Günel, sən bu məktubu daha da yaxşı yazmağı öyrənməlisən, üzərində işləməlisən məktub yazmaqda. Baxın, elə bax, buna sualım da belə olacaq elə. Bax, heç kim özündə etik davranış pozuntusunu hiss eləmir də deyir. Doğrudur. Bunu cəmiyyət içində ona demək düzgündür yoxsa yox, etikdir yoxsa yox. Yəni bu bəzi insan var da, bir dəfə deyirsən başa düşmür, iki dəfə deyirsən. Yəni bu məqamlarda necə davranırsınız, necə davranmaq lazımdır?
Birincisi, ən qızıl qayda mənim də həmişə çətinliklə özümü də necə köklədiyim bir qayda var, qiymətləndirməmək. Bir insanın əlində çəkic olanda hər yerdə mismar görür. Bəli. Yəni, əgər mən etika müəlliməsiyəmsə, durub hər kəsdə qeyri-etik hərəkətlər axtarmağım doğru deyil. Həkiməmsə, sizə baxanda xəstəlik nə tuta bilərsiniz, əlinizi 10 dəfə yumusunuzmu? Bu məsələlərə girməyəm düz deyil. Aydındır. Sizə gözəl bir məktub yazmışamsa anaya, sevgi məktubumu, anam mənim hərf səhvlərimə görə məni danlamalı deyil o məktubda. Bir çox məsələlər var ki... Və səhvlər necə bilsin insanlar? İnsan özünü dərk etmə anlayışı var və çox ipin birisi ucu da özünü dərk etməyən insanların qurbanına çevrilə bilirik. Bəli. Yəni özünü dərk etmir, düşünür ki, səmimi söhbət edir, amma səmimiyyətində mənim şəxsi suallarım, şəxsi həyatıma daxil olur, müdaxilələr eləyir, istəmədiyim nəsihətləri verir mənə. Bunu necə hansı ki, mən bunu istəyirəmmi? Soruşmuşam və olarmı, olmazmı? İcazə almışam. Ən çox biz tərəfdən sevilən sözlərindən biri də odur ki, məsləhət istəməyiblərsə sizdən heç bir zaman məsləhət verməyin. Məsləhəti yersiz vermək böyük bir mədəniyyətsizlikdir. Çox doğru. Salam, Gülər xanım, bugün siz arıqlanmısınız, bugün kökəlmisiniz, saçınız belə sizə yaraşır, nə gözəl saçınızı boyamısınız. Bunların hamısı mədəniyyətsizlikdir. Siz mənim şəxsi xarici görünüşümü qiymətləndirirsiniz. Qiymətləndirmək istəmişəmsə, Gülər xanım, mən bir əsər çəkmişəm, siz də məşhur rəssamsınız, zəhmət olmasa rəyinizi bildirmək istəyərəm. Məni necə qiymətləndirərsiniz? Demişəmsə, qiymətləndirin. Amma mən xahiş etməmişəmsə, bu etmək doğru deyil. Demək, söhbət tapa bilmirik. Bunun ucu qeybətə də gedir, çatır. Bizim bütün dinlərdə bu qadağandır. Bəli. Çünki insana keyfini pozur, insanın haqqına girirsiniz. Bu nöqteyi nəzərdən nümunə ilə. Məsələn, mədəni insanları biz kim mədəni deyirik? Daxildə əxlaqı, nəzarətsiz bir əxlaqı var, yəni nəzarət edilmədən də mədənidir və çox savadlıdır, dünya görüşü genişdir. İkisini birləşdirəndə, biliklərlə dəyərləri birləşdirəndə zadəgan, mədəni bir insan əmələ gəlir. Belə deyim də, intelligensiya əmələ gəlir. Bu insanlar olmaq istəmədiyi mühitlərdə olmamaq üçün o qədər oxuyurlar. Məsələn, mən getdim, mənim qarşıma insanlar mənə belə davrandılar, bəs sən ağıllısan və mədənisən, sən bilməliydin ki, o cəmiyyətə, o restorana və yaxud da o məclisə getməməlisən. Dəyərləndirməyə bacarmalısan, mən hara gedirəm? Getdiyiniz restoranı, getdiyiniz filmləri, etdiyiniz dostluqları, dostlarınızın dostlarını bilməlisiniz, hara düşürsünüz. Nədir ağıl, gözəllik? Mədəni insan əvvəldən bilir hara gedir. Nə ilə qarşılaşa bilər? Birdən-birə getdim, qarşılaşdım, bu da cahilliyin əlamətidir. Mən getdim, bilmədim, mənə təhqir elədilər, mən bir də oraya getməyəcəm, cahilliyin nümunəsidir. Başımıza gələ bilər, amma az olmalıdır. Çox baş verirsə, demək siz heç seçici, heç ağlınızı istifadə etməmisiniz ki, bu insanlarla məni nə birləşdirə bilər? Birləşdirə bilər. Nədir ağıl gözəlliyi? Çox maraqlıdır. Ağıl gözəlliyi hadisələri olduğu kimi görmək qabiliyyətidir. Komplekslərinizi, uşaqlıq travmalarınızı, dəyərlərinizi yansıtmadan bu hadisəni qiymətləndirmək qabiliyyətidir. Məsələn, bir hadisə baş verir. Uşaqlıqdan gəlir. Bu genetik gəlir. Genetik gəlir. Formalaşır və öz üzərinizdə həmişə işləməlisiniz. Siz o qədər neytralsınız ki, bir hadisə necə baş veribsə, ona qiymətləndirirsiniz. Biz bunu daha çox ədliyyədə təlimlər veririk. Çünki bir hadisəni, cinayəti qiymətləndirməkdən ötürü sizin özünüzün fikirləri yansıtmadan olmalıdır. Neytral şəkildə. Məsələn, mənim uşaqlıqda əgər oyuncağım olmayıbsa, mən böyük bir kasıbçılıqla böyümüşəmsə və hər hansı bir oğru uşağına oğurluq elib və oyuncaq alıb oğruyubsa, mənim nə olacaq? Mərhəmətim olacaq oğurla. Məndə də uşaqlıqda olmayıbsa, oğru da uşağına oğurluq eləyib, empatiya hissi yaranır. Bəli, empatiya, amma burada olmaz. Amma oğurluq oğurluqdur. Halal o uşağa o oyuncağı qazanıb alınmalıdır. Başqasının haqqına girib öz uşağının haqqını ödəmək doğru deyil. Və bu mərhəmət hissi qərarda yanlışlıq ola bilər. Baxın, ona görə öz yaşadığımızı yansıtmadan bu insanın ən yüksək halıdır. Ədalətin, qərəzsizliyin, şəffaflığın bir insanın ən mədəni halıdır. Baxın, dövlət qurumlarıyla işləyirsiniz. Ən çox problemlər hansı məsələlərdə öz əksini tapır?
Dövlət qurumlarında gördüyüm məsələ biraz yorğunluqla əlaqəlidir. Və bəzən biz hər şeyi dövlət məmurlarında günahı görürük. Elə bir algılama baş tutub. Lakin mənim şəxsi müşahidəm və təlimlərimdə qarşılaşdığım bir çox insanlar çox dərin, çox savadlıdır. Hər iki tərəfə dərs deyirəm. Həm xidmətə ehtiyacı olan insanlara, həm də bu xidməti verən insanlara. Xidmətə ehtiyacı olan insanlarda aqressiya var. Çünki yorğun, ehtiyacı olan beyin hücumçudur. Qarşı tərəfdə isə yorğunluq var. Mən məmur tərəfə biraz empatiyanı və onların yorğunluğunu götürmək üçün təlimlər veririk. Biraz da dəyərləri daha da sabitləməyə, bundan üzülməməyə, yəni geri addım atmamağa motivasiya edirik. Çünki insanlar yorur. Bəli. Bəzən cahilliyimizlə, bəzən yorğunluğumuzla, bəzən qanunları bilmirik, elə deyirik, sən məcbursan mənə bunu etməyə. Və biz bəzən məmurdan, qanundan kənar hərəkət tələb edə bilirik. Bəli. Başa düşmədiyimiz halda. Bunların hamısını ayırmaq lazımdır. Nə zaman haqlıyıq, nə zaman bizə cəsarət lazımdır, biz hücum eləməliyik. Nə zaman bizə sükut lazımdır, biz dinləməliyik. Bunun üçün ağıl gözəlliyi lazımdır. Hansı anda mən həmlə etməliyəm, üsyan etməliyəm. Hansı anda mən susmalıyam və qəbul etməliyəm. Bunu nizamlayan ancaq dünya görüş və ağıldır. Bəs etikanı praktiki yollarla insanlara necə aşılamaq olar ki, qarşı tərəf müqavimət göstərməsin, inciməsin? Yalnız nümunə ilə, Gülər xanım. Məsələn, mən sizə baxdım, sizi bəyəndim, sizinlə ünsiyyətdən böyük zövq aldım. Mən sizə bənzəmək istəyəcəm. Biz xanımlar kimə bənzəmək istəyirik? Ən gözəlliyə, estetə baxırıq, gözümüzə xoşdursa, çalışırıq saçımızı elə eləyək. Oğlanlar da elədir. Baxırlar hansı daha güclüdür, daha sözü keçərlidir, hörmətlidir, çalışırlar onun kimi davransınlar. Bax, o idealları biz düz seçməliyik ki, bənzərlik, fanatizm onsuz da arxasınca gedəcək. Bizim məsələmiz Etika Akademiyası olaraq sizin kimi güclü informasiya ötürücülü bir insanlara idealları doğru çatdırmağımızı xahiş etməyimizdir. Siz doğru bir qəhrəman düzəltsəz efirdə və radiolarda, insanlar ona bənzəməyə çalışacaqlar. Ümumiyyətlə bu etikanın bənzəmərlik, yəni nümunə. Reklamdan sonra təkrar bərabər olacağıq. Bəli, Biznes İnciləri verilişi davam eləyir. Çox maraqlı bir qonağımız var. Qonağımız Etika Akademiyasının təsisçisi Günel İbrahimdir. Günel xanım, belə bir sual verim sizə. Ümumiyyətlə bu etika hardan başlayır? Hardan yaranır? Necə olur? Bunlardan danışın bizə. Etika bir dəyərdir. Mən elə gəlir ki, insan yaradılışından bu var. Bir insanı yaradan böyük bir Allahımız var və o düşünürəm, mədəniyyəti deyəndə mən ağlıma, inanclı adamam, ən böyük məsələ bizim kitabımız, Quranımız gəlir. Peyğəmbərlərimiz gəlir bütün dinlərdən. İstər xristian olsun, istər bizim yahudilərimizin dini olsun. Bütün dinlərdə əxlaq olub. Deyib öldürmə, təmiz ol, qonşunun haqqını yemə. Baxın, dünya yaradılışından bu tərəfə insanlara əxlaqlı, ədəbli öyrətməyə çalışırlar ki, yenidən geri cənnətimizi qazanaq. Yolumuz ədəbdən və əxlaqdan keçməlidir. Yıxılırıq, dururuq, səhvlər eləyirik, müharibələr eləyirik, haqqa giririk, geriyə düşürük. Bir də təzədən bizə nəsihətlər gəlir ki, öldürmə, haqqa girmə, incitmə insanları, xoş söz danış. Yenidən əvvəlki gözəl yerivə qayıt. Bunların, bu indi dindir, mən inanclıyam. İnanmayanlar buna mifologiya kimi baxsın. Mifologiya olsa da gözəl bir mifdir. Ümidsiz insan qədər, necə deyim, bu həyatdan zövq almayan insan yoxdur. Ümidsizlik, ümid bitəndə intihar başlayır. Ona görə ümid yaxşıdır. İnanmasanız da o inancı formalaşdırmaq çox yaxşı bir haldır. İkinci bir hissə təbii ki, filosoflar. İnsanlar hansılar ki, daha dərinə getdilər, insanın içinə baxmaq istədilər, nədən ibarətik, ürəyimiz necə döyünür, bunu döyündürən mexanizm, maşın varmı, nəfəs verən varmı? Bunların hamısını öyrənəndə ruh elmi əmələ gəldi qədimdə. Bizim Hacı İbrahim Haqqı, Nəsrəddin Tusimiz, Əxlaq-ı Nəsri yazdı. Ruh elmidir. Demək, sənin içində biz vicdan da deyə bilərik. Bir indikator var ki, sən öldürəndə belə, səhv iş görəndə belə içəridə qışqırır ki, səhv elədin, qaç, gizlən.
bu dünyada gizlənə bilərsənsə də o biri dünyada yox, amma bu dünyada Təbii. qaç. O qaç və yaxud da qorxudan deyilən səs o ikinci həmin o etika, əxlaqı bizim yazılım proqramımızdır, Bəli. səsidir. Və daha sonra Kantımız olub, Almaniyanın çox gözəl və qədim və etikanın əsaslarını yazılı şəkildə qoyan bilənlərdən də filosoflarımız var. Kantdır, Sokratlardır, Platonlar da hamımızın bildiyi. Müasir dövrdə də bir çox alimlərimiz var, çox gözəl kulturoloqlarımız var. Azərbaycan tərəfində qədim Təbrizilərimiz var, Şirvani, bizim sufizm kimi Bəli, əxlaq bəli. normalarımız var ki, orada kainata qarşı, ekologiya qarşı, birlikdəlik anlayışına qarşı anlayışını formalaşdıran bir elm var. Buna görə də insana çox yaxındır, içindədir bu məlumat. Biz nə vaxt təlimləri veririk, deyir Günel xanım, elə rahatladıq ki, elə bir şəfa aldıq. Və yaxud Meditasiya bilirdik, kimi, bəli, içəridə insan bilirdik, dincəlir. amma bunu inancımızı itirmişdik ki, Bəs bu niyə biz doğrudur. ancaq şərq mədəniyyətini, mənəvi, milli mənəvi dəyərlər deyəndə şərq yəni üslubunu, şərq mədəniyyətini həmişə yəni əsas tuturuq? Niyə? Çünki biz şərqdən gəlmişik. Kant Avropanın mədəniyyətidir. Biz elə bilirik ki, Sokratdır, amma yəni bizdə də Nəsrəddin Aha. Tusimiz var, bizim Təbrizimiz var, bizim Hacı İbrahim Haqqımız var. Mərifətnamə kitabını yazıb 16-cı əsrdə. Bizim Quran kitabımız var, Bəli. əxlaq kitabıdır, dünyanın ən böyük sülh kitabıdır. Onu düzgün oxuya bilənə təbii ki, təhrif etməyənə. Və bunların hamısını nəzərdə alaraq qədim köklər bizdə də çox dərində var. Biz Etika Akademiyası olaraq ilk öncə öz qədim köklərimizi araşdırırıq və dünya ədəbiyyatı ilə birləşdiririk. Çox gözəl, mükəmməl bir dostluqlar ortaya çıxır. Məsələn, çox uzağa getməyim. 1894-cü ildə səhv eləmirəmsə, Naxçıvanda Sidqi bəy, böyük bir İrəvan quberniyasının elitası məktəbi tərbiyə açır. Məktəbi tərbiyə Etika Akademiyasının qədim adıdır. Məktəbi tərbiyə ilə məşğul olan məktəb. Orada tərbiyə, protokol, etik standartlar, bir də fizika bizim kimi təbii elmlər öyrədilirdi, ədəbiyyat. Oranın məzunu olub Hüseyn Cavid, Hüseyn Cavidin qardaşı, bir çox İran səfirimiz, o vaxt bizim digər ölkələrə gedən bir neçə səfirimiz oranın məzunu olublar. Və təsəvvür edin ki, Sovetlər qurulanda məktəb bağlandı. Ədəb Ərkən, Yüksək Zadəgan aristokrat məktəbimiz idi. Onu bağladılar, Naxçıvandaydı. Bugün Sidqi bəydə gözəl bir yelkə qoyublar orada. Bir də bir 100 il sonra Etika Akademiyası olaraq biz o irsi davam eləmək istədik. Məktəbi tərbiyə də olsa etika, dünyəvi ad qoyduq ki, hər kəsə rahat anlaşılan olsun. Necə gözəl işlə məşğulsunuz. Həqiqətən insan qürur duyur, həqiqətən. Bəs bu yaş həddi var sizdə? Yəni tədrislərdə yaş həddi var, uşaqlar və yaxud da böyüklər, gənclər hansı yaş? 6 yaşdan yuxarı hər bir insana bizim üçün təhsil proqramları var. Masa arxası davranış qaydaları, nitq mədəniyyəti, geyim ədəbi, gigiyena, nitq mədəniyyəti, gözəl ifadələr, natiqliklə gözəl danışma sənəti biraz fərqlidir. Gözəl danışma sənəti, gözəl sözlərdən, keyfiyyətli sözlərdən ibarət nitqdir. Qətiyyən orada negativ söz yoxdur. Məsələn, mənim problemim var deyil, mənim bir məsələm var, həll edib gəlirəm. Mənim başım ağrıyır, özümü pis hiss edirəm, evə gedim deyil. Mənim sağlamlığımla bağlı həkimə getməliyəm. Bu ona görədir ki, insanlara mənfi enerji ötürməmək, yoxsa? Bu ona görədir ki, siz xəstələnməyəsiniz, özünüz xəstəlisiniz, sağlam qalasınız. Baxın, mən xəstələnirəm yox, mən sağlam qalmağım üçün belə danışıram. Mənim ən vacib anlarımda ağlıma keyfiyyətli sözlər gəlsin, qurucu, dağıdıcı sözlər gəlməsin. Biz sizə gəldiyiniz üçün, bizim verilişimizdə olduğunuz üçün biz sizə dərin təşəkkür edirik. Yaxşı ki, belə gözəl işlərlə məşğulsunuz. Mən təşəkkür edirəm. Necə deyim sizə, yəni qürur duyuruq ki, yəni belə işlərlə məşğul olan insanlar var. Etika Akademiyasını mən eşidəndə həqiqətən bir qürur duydum və mən də gələcəm, qoşulacağım sizə. Bəli, çox maraqlıdır. Təşəkkür edirik. Çox sağ olun. Sizin sayənizdə Etika Akademiyası 10 ildir fəaliyyət göstərir. Demək ki, görən gözlər də o gözəllik cəmiyyətimizdə var, qalıb. Təşəkkür edirik. Qeyd eləyək ki, verilişimizin bugünkü qonağı Etika Akademiyasının təsisçisi Günel İbrahim idi. Əziz dinləyicilərimiz, biznes incilərinin bugün də dəyərin izinə düşdü. Unutmayaq ki, həqiqi uğur təsadüfü deyil. Bugünlük bu qədər. Gələn həftə görüşmək ümidi ilə hələlik.